Herkese selamlar. Yeni bir oyun olan, yani yeni bir oyun olmayan ve bizim ilk defa oynayacağımız bir oyun olan Age of History ile karşınızdayım. 3 yok neye göre 2? Çünkü 2 daha maraqlı, daha heyecanlı gəlir bana göre. Vaxt vermeden videomuza keçək. Kanalımıza abone olup videomuza like atsanız çok seviniriz. Başlayaq. Yeni oynayaq buradan. Azərbaycanla oynayacağıq bu bölümdə. Azərbaycan Respublikasından, Azərbaycan Demokratik Respublikasından ölkələri fethələməyə çalışacağıq. Qafqazı, Rusiya sərhədlərini və sairən hər tərəfi belə-belə məsələn fethələməyə çalışacağıq. Azərbaycanımızı seçək buradan. Oyunun ilk öz ayarlarında başlayıb oynamağa. Buradan dərhal ekonomilərimizin hamısını bir-bir paylayaq və 14 qəşəng. Mən əsas bunlara üstünlüyəm çünki həm düz ilk dəfə oynamıram, ancaq bunlar mənə daha belə üstünlüyə qalan 5-5. Məsələn, ordu baxımı 3-4 ordu baxımı qəşəng oldu məndə, çox qəşəng oldu. Bu ayarlar eləyə bilirik, yəni ayar səs ayarlarından. Belə lap yaxşı. Aha. Onda yine ona göre ilk defa biraz tur atlayaq və biraz əlimizə qızıl çatsın. İlk öncə stop bu istəyənləri keçirməliyik. Lakin buradan da xarita modlarından aşağıya gəlib ekonomide bunları dərhal məsələn Bakının ekonomisini bacardığımız qədər gücləndirməyə çalışaq. Bakının ekonomisini bacardığımız qədər gücləndirək və ekonomi artışında bir yandan yaşamaq istəyirik. Bundan əlavətən 5000'imiz var. Bu 5000'e buradan yetişdi deyək və buradan 1176 nəfərlik ordu basımını dərhal eləyək və burada 5000'e çatdı. Stepanaket istiqamətində bir ordu basımı eləyək. Bu ordunu sadəcə 1000'e çatdıraq və bu mənim həqiqətən zəhləm təşkil edəcəksən. Ordu baxımında elədik. Bizdən əlaqə yaratmaq istəyən dövlətlər hələ ki yoxdur. Ordu hazırdır və Ermənistan üçün artıq Ermənistanı fəth edə bilərik. Yox, Rusiya hər tezdir. 2 dənə əyaleti var buranın və dost olduğu ölkələr. Bir dənə Burundidir. İranla da ilişkiler yaxşıdır, təsadüf duyuyorsunuz. Və müharibəni başladaq. Bu orduyu buraya dərhal yönləndirək. Bakıdakı hərbi qüvvələri dərhal Stepanaket istiqamətinə qədər gəlsin. Yəni Xankəndi, yəni oyunda Stepanaket verilir, lakin adı həqiqətən Stepanaket deyil. Buranın adı Xankəndidir. Ermənilər buranın adını o vaxt Stepan Şamyan öz komandirləri şərəfsiz Stepan Şamyanın şərəfinə güya ki Stepanaket adlanır. Lakin buranın adı Xankəndidir. Və bunlar erməni, əlbəttə bunlar da oyun deyin, çox da edəcəklər. Buraya çox girənmədilər və bizim ordularımız artıq yavaş-yavaş ermənilərə də bəşlət gəlirlər. Bura ordu basanmırıq. Bir dənə bu istiqamətə yollayaq. Bu istiqamətə yollayaq 2'li ordu. Bu istiqamətə bir ordu, bu istiqamətə bir ordu. Artıq da bizim qüvvələrimiz artıq buranı fəth etdi deməkdir. Fəth etdik artıq qısaca konkret buranı biz. Bu istiqamətə də böyle ordunu buradan 437 əskər buraya, qalan ordular da buradan bu istiqamətə hücuma keçsin. Sonraki tur deyə tak tak dirəksələrdə bizim yanımızda heç bir şey eləməzlər. İndi bu orduları bir sıraya yığaq. Gəncəyə yığaq məncə bu orduların hamısını. Bu Gəncəyə, bu da Gəncəyə. Bu ordular da Gəncəyə. Bu da ən yaxın yer olan Gəncəyə yığaq. Və Ermənistanın barış müzakirələrində 2 torpağın ikisi də bizə aiddir. Tarixi 2 torpağımızı da ermənilərin əlindən aldıq və sonraki tur deyərək Ermənistanı tamamən fəth etdik və buranı artıq koalisyon eləməliyik. Buranı özümüzə tabi bir yer halına gətirdik və burada sonraki tur deyərək biraz qızıl kasmalar, qızıl kasaq və İrəvan ekonomisinə üstünlük vermək fikrimdəyəm. Gələk, buradan İrəvan, Qapanın ekonomisi daha üstündür. Qapanın ekonomisinə bir 13.000 qızıl və buradan Gyumri'nin ekonomisinə 4 qızıl verək və ekonomini bir yandan da gücləndirməliyik biz. Bir yandan qızıl kastıq və artıq Ermənistan fəthi üçün hazırlıqlara bir yandan başlayaq. Burada ilk iş olaraq 2000 nəfərlik ordu hazırlığımızı eləyək və bir tərəfində yenidən ordu kasmağa davam edək. 1999 olur, 1900 yox, 999. Bir yandan orduyu təkrar bir 20.000 qızıl halına gətirək və Ermənistan səfəri üçün full hazırlıqlarımızı da eləyək.
Buradan Qapan və Quyum istiqamətinə yenidən onaylama verək. Çünki bunlar hələ artıq koalisyon idikdə, burada artıq buranı tamamilə özümüzə bağlamağa çalışırıq. Burada yox, Gəncədə ordu basımı eləyəcəm. 4000 əskər burada ordu basımını elədik. Mənfi 36-ya düşdü, heç nə olmaz ancaq yenidən ekonomimiz düzələcək və 2000 orduyu buradan bir qismini buraya 3000 olaraq yollaya bilərik. Bu ordu artıq iki istiqamətə. Bu ordunu da buradan bu istiqamətə yollasaq, buradan möhtəşəm bir çıxış eləyər. Bilərik artıq mənim fikrimcə. Ermənistan Gürcüstanın gücünə baxaq. Gürcüstanın 8 əyaləti var, 87-ci yerdədir. Buradan Niderlandla dostlarındadır. Rumıniyanla və Bangladeshlə müharibədədir. Çindir. Niderland və Avstriyanın da əlaqələri möhkəm bir vəziyyətdədir və diplomasiyadan müharibəmizi elan edək bu ölkəyə. Nə də güclü olsa da bizdən o qədər də güclüdür. Müharibə elan başladı. Bir istiqamətin orduyu göndər. Bir istiqamətin qüvvələrimiz full şəkildə hücuma çıxdı. Gürcülər əlbəttə qarşılıq verəcək. Qarşılıq verməyən bir ölkə yoxdur. Gürcülər iki istiqamətin ordu çıxarsa bizim qüvvələrimiz dayanmadan Gürcü orduları üstə dayanmadan hücuma keçəcəklər. Bu ordular, qalan ordular, orduya da səhv böldüm, heç nə olmaz. Bu ordular bu istiqamətə, buna da birbaşa bu istiqamətə dağıdıcı qüvvə olaraq hücuma çıxsan bizim 5000 ordumuzu burada məğlub etdilər. Biz isə orduyu şimal istiqamətinə canlandıra davam edirik. Buna narahat olmuruq. Çünki Şəkidə yeni bir ordu hazırlığı var. Şəkidə, eləcə də Gəncədə də yeni bir ordu hazırlığı olacaq. Takka-tak 2 ilə vurduq. Bir istiqamətdən buraya ordu göndərək. Eləcə də burada 1956-a qədər nə bacardıqsa 391 əskər hazır edək və bu qüvvələrdə buraya göndərəndə ikinci bir qüvvə olaraq da bunları da buraya istiqamətinə səfərə göndərə bildikmi? Göndərən birisi də bunları birbaşa istiqamətə göndərək. Gürcü qüvvələri burada bizə istiqamətində gəlməyə çalışanları məğlub elədik və vəziyyət budur. Buradan istiqamət bu tərəfə, buradan bu tərəfə, buradan da bu tərəfə orduları hazır vəziyyətə göndərdik. Gürcüstan son olan əyaləti olan Tiksinvali istiqamətində 3 istiqamətdən sayısı 1200-1300 nəfər keçəcək şəkildə ordu göndərik və Cənub Qafqazın qəddini başa çatdırırıq. Cənub Qafqaz artıq ümumiyyətlə bir Azərbaycan yurdu halına rahat bir şəkildə gəlir. Ondan sonra İran müharibəsi vəziyyətindəyik və deyəsən bu torpaqların biz hamısını ala bilməyəcəyik. Nəyə görə? Gürcüstanla bir dəfə də müharibəyə girişməliyik. Ona qədər paytaxtda Tiflis olmaqla böyük bir ərazisini əlimizə ala bildik və Gürcüstanı məğlub etdik və burada artıq koalisyon işlərdə aparmalıyıq. Bunun da əlavə buradakı 1940 nəfərlik orduyu silləməliyəm ki, daha çox ekonomi artışı gəlsin bizə. Orduyu sildik. Həqiqətən burada ekonomimizi artıraq və koalisyon işlərimiz bir istiqamətində davam edəsin. İki istiqamətində koalisyon işlərimiz davam edədiyinə görə ordularımızla bərabər artıq ikinci bir Gürcüstan səfəri üçün hazırdır və Gürcüstanla sülhünün vaxtı 2023-ə qədərdir. İndi 2021-ci ildir. 2 il ərzində Gürcüstanla müqavilə imzalamışıq, lakin bu ilə qədər biz boş durmayacaq və biraz qızıl kastıqdan sonra ekonomimizi daha da şahlandıraq. Ekonomini ən azından 5000 gücə qədər gətirməyə çalışacağıq. Ekonomidə öz ölkəmizin ekonomisinə, Qapan ekonomisinə dəstək yatırım. Üç böyük ekonomiyə bacardığımız qədər dəstək. 4 dənəsini rahat şəkildə, çox qəşəng şəkildə gücləndirdik və ekonomimiz 3000-ə qədər çıxdı. Bir dəfə də yüksələcək, bu dəfə də zəifləndirməyək, yoxsa yox. Burada ən qəşəngi hansıdır? Məsələn, Tiflis istiqamətində 4000-lik, Şirvana 4000-lik, Qapan. Burada da tur atlamalıyıq. Fevro. Məncə bəsdir bu qədər. Çünki ekonomiyi 4000-ə qədər çıxartmağı bacaracaq belə getsə və bacarıq da bir tərəfdən. Yavaş-yavaş 2023-cü il artıq gəldi, çatdı. Biz biraz da tur atlayaq. Artıq
yavaş-yavaş düşmən istiqamətində hücuma çıxmağa nail olacağıq. Gürcüstan son torpağını əlindən alacaq, lakin Gürcə bu dəfə çox ordu çıxara bilər. Mən bundan artıq əmin bir şəkildə deyə bilərəm ki, Gürcə rahat bir şəkildə artıq ordu çıxara bilər. Bundan yetişdirək və 4000 orduyu Azərbaycanda gətirək. Bu istiqamətdə bir ordu basaq, 1700 nəfər ordu burada. Bir tık da geridən gələn ordular basaq da bunlar da birbaşa cəbhə xəritəsinin istiqamətinə göndərək. Ekonomi 868-də düşüşü bizim üçün bir problemdir. Orduyu iki tərəfli böləcəyik. Buraya məsələn 2048-də buraya yolunda qalan qüvvələrdə bu istiqamətə göndərim. Yoxsa hamısını bir tərəfə mi göndərdim mən səfər? Yox, düz göndərmişəm. Artıq hazırıq burada Ummanla bizim əlaqəmiz pisləşdi. Biz Ummanla bir problemimiz yox ikən Umman bizə əlaqələr pisləşdirir və bizim bundan əvvəl şimaldan hər an hücuma məruz qala bilərik. Şimal və cənub. Bu istiqamətdən biz üçlü tərəfdən hər an hücuma məruz qala bilərik. Buna görə diplomasi deyib Rusiyanın əlaqələri yaxşılaşdırmaq niyyətindəyik. Eləcə də Türkiyənin nə qədər olsa qardaş ölkə olsa belə biz də bununla əlaqəmizi gücləndirməyi onsuz da yaxşı gördüyünüz kimi plusdaydı ilişkimiz, yəni minusdaydı. İranla da nə qədər də istəməsək belə bunlarla da əlaqəmizi gelişdirmək yolunda addımlarımızı atırıq ki, daha bir gün iyi niyyətimizi görsünlər və bizə qarşı müharibə elan etməsə və Türkmənistan bizə qarşı pozulur. Türkmənistan problem edəməyik və 2-ci Gürcüstan müharibəsi üçün başlayaq. Orduyu bir istiqamətdən göndərdim. İki tərəfi də aldıq. Gürcülər qarşı qoymaq istədi. Lakin bacaramadılar. Göründüyü kimi Gürcü ölkəsini tamamen ələ keçirdi və Gürcü ölkəsini ələ keçirdikdən sonra bu orduyu burada dağıdacağıq. Yağma eləyəm, yağma yox, yağma ehtiyac yoxdur. Orduyu da burada dağıdaq. Orduyu dağıtdıktan sonra bütün Gürcüstanı fəthimiz altına aldıq. Gürcüstan artıq dəqiq bir Azərbaycan torpağıdır və Cənub Qafqazın fəthi xeyirli, uğurlu olsun ölkəmizə. Burada da dərhal düzəndirək. Simülasyonlarımızı elədik. Paytaxt Bakıda da ordu yoxdur. Cənub Qafqazın tək və yeganə hakimi artıq bizik. İşte, bir dəfə də gərək buradan ekonomidən öz ölkəmizin ekonomisinə qapan ekonomisinə yatırım eləyək. Bir 11.000 Gümrüyə isə Şirvana Şirvan eləyək. Ekonomi sayımızı bir şəkildə artıq qaldıraq. Batumi Gəncə istiqamətində Beyləqandı Xankəndiyə güc satmada da heç olmaz. Və beləliklə artıq ekonomimiz şahlanma dövrünə girsin istəyirik. Görək nə qədər artacaq. Ekonomimiz 3000-4000'lərə çatdı və 4000 ekonomimiz var artıq. İran fəthi üçün hazırlığa başlamazdan əvvəl dünya vəziyyəti o yerdədir, nə yerdədir baxırıq. Burada deyəsən İtalyanlarla Fransızlar arasında müharibə olub. Xəritədə baxsaq, bəli, Fransa ilə İtaliya müharibəyə tutuşub. Başqa ölkələrdə biz ölkələr kimi müharibəyə tutuşmuyub. Çin burada Hindistanla möhtəşəm bir dünya müharibəsindən tutuşub. Müharibə nəticəsini həqiqətən bilmək istəyirik. Ruslar da deyəsən buradan giriş edib, yoxsa? Yox, Ruslan müharibə edən, Ruslanın üst torpağıdır. Bu istiqamətlər artıq Hindistan torpağıdır. Hindistanlar əgər buranı verməsə, Hindistan olacaq. Ancaq mən Çin qarşılıq verəcək. Digər bir hədəf nöqtəmiz olan Türkmənistan fəthidir. Türkmənistan fəthi üçün tur atlayaq tez-tez. Ekonomimiz 4000'də artıq. 4000 ekonomidən orayı fəthiləməyə çalışacaq və İran-Türkiyə müharibəsi başladı. Üstünlük olan kimi biz qüvvələrimizi hər an bir şəkildə sərhəddə xeyli hazırlığımızı tutaq. Hansısa bir müharibə olan kimi mən qüvvələrimi bunların üstünə görə edəcəm. 3 dövlətdən də yaxın əlaqələr gəldi. Bax, 3 dövlətdən İranla ilk öncə əlaqəmizi gücləndirək. Türkiyələ də əlaqəmizi gücləndirək.
Rusiyanın da əlaqəmizi gücləndirir. Artıq bu üç dövlət bizim dost canlı siyasətimizi görmüş oldu. İndi mənim niyyətim nədir? Mənim niyyətim artıq odur ki, üstünlük eləyən tərəfə hücum eləməkdir. Lakin əlbəttə Türkiyə tərəfinə hücum əsla eləmərik biz. Orduyu buraya göndərək. Qalan bir İqlovka ordusuna buraya göndərək. Bu istiqamətin ordumuz artıq sabaha qədər vuruşa bilər. Üstünlüyü artıq görək kim tutulacaq. Üstünlüyü deyəsən biz girsək İranı məğlub eləyirik. Ən azından vura bilərik. Gəlin bir risk alaq. Onsuz oyunumuz Kaytanlıdır. İran müharibəsini başladıq özümüz. İran istiqamətinə haralardan giriş edə bilərik. İran istiqamətinə ilk iş olaraq buradan birbaşa ordularla İran istiqamətinə qoşunlarımızı yeridək. Artıq İran istiqamətindən Cənubi Azərbaycan istiqamətinə qısa konkret desək, ordularımızı yeridirik. Large. Girəmirlər artıq İran ordusu. İran ordusu artıq çox zəiflədiyi üçün tamamilə tükənmiş hala gəlib. İranın əlaqə gücləndirmək istəyir, lakin biz İranın əlaqəni gücləndirməyəcəyik. Bir istiqamətdən də artıq İran orduları üstünə dayanmadan səfərə çıxırıq. Bu ordular dərhal buradan bu istiqamətə gəlsin. Bir qoğulan hücuma keçirik. İnşallah axırıncı hədəf olaraq Təbrizi tutmuşuq. Təbrizi deyəsən keçmişik biz. Dəstəyə gəlmək istəyir və Türk ordusu da istiqamətən bizimlə vuruşacaq deyəsən. Türkiyə də dəstəyə gəldi mi? Türk ordusu da dəstəyə gəldi və bir tur keçdik. Yəni, işi gücü yoxdur. Türkiyə də buradan girdi. Biz də qüvvələrimizi dayandırmadan bir istiqamətdən öz ordularımızla hərəkət daimi edirik. Biraz irəliyəndən sonra biz də sülh müqaviləsini imzalayacağıq. Çünki bizim də o İranla bu dəqiqə o qoyla vuruşacaq gücümüz məsələn yoxdur. İran istiqamətinə 3 istiqamətdən ordu göndərəcəyik artıq. 9000'lik ordudan buraya qədər çatdıq. İran istiqamətinə 2000 də buradan yollasaq, digər bir istiqamətində buraya da ordu yollayaq. 3 istiqamətdən İran üstünə ordular yolladık. İran qoşunlarını bu istiqamətdə məğlub etdik. Buraya 372 nəfəri əskər göndərəndə qalanlarını bu istiqamətə salacağım. Bu istiqamətə ən azından 1250 nəfəri ordu. Qalanlarda bu istiqamətə gələndə burada da ən azından daha asker alma deyirik. 1800 nəfərlik orduyu da buradan dərhal Ədəb istiqamətinə göndərəcəyik. İran qüvvələrimiz bir tərəfdən məğlub edilir, İran içinə qədər giririk. İran ordusunu məncə burada qədər yıpratsaq belə, en azından Tehranı belə vura bilərik biz. Bir istiqamətin artıq Tehran istiqamətinə qüvvələrimiz yola çıxsın. Paytaxt üstündə də bir tərəfdən ordularımız artıq səfərə çıxır. Qoşunları artıq Tehrana toplamaq fikrimiz var. Qoşunları Tehrana toplayacağıq artıq. Buradan Taqqadan Tehrana gəlin. 30.000 orduluq nəfərlə gəlir. Taqqadan Tehran istiqamətinə qüvvələrimiz möhtəşəm bir şəkildə vuruşa gəldilər belə. Bir istiqamətdən artıq dayanmadan İran istiqamətinə möhtəşəm hücumlara keçirik. 3 istiqamətdən çıxacağıq İran istiqamətinə. Dayanmadan ordularımız həqiqətən də çox möhtəşəm bir şəkildə hərəkət edir. İranı artıq Tehran istiqamətinə də atdıq. Məncə burası sülh barədə, çünki İran içlərindəki hərbi qüvvələrinə bizə fikrim odur ki, çox rahat qarşılıq qoyacaqlar. Məsələn, qarşımıza çıxan qüvvələrin sayı artıq yavaş da olsa güclənir də məsələn. Və məsələn, İran Taqqanın oradan artıq dirəşməyə davam edir və sülhə oturmağın yeridir. Sülh otururam İranla və sülh müqaviləsinə əsasən bura istiqamət istiqaməticə istəyirəm. Bu torpaqlardan da başqa anası bir torpaq yoxdur. Buraya düşməm, onsuz bura anan kimi 2 dəfə vurulacaq torpağımızda elə deyəsəm bura olacaq. Buradan İrana sülhü təklif edən kimi İran onsuz məcburidir bizdən sülh imzalamağa. İran bizdən sülh imzalayaraq Cənubi Azərbaycanda Tehran da daxil olmaq üzrə bu bölgəni artıq tamamilə fəthimiz altında tuturuq. Buradan Taqqadan İranla artıq sülhümüz var və İranla əlaqələrimizi yenidən gelişdirə bilərik artıq məncə. Çünki sülhə oturduq və İranla əlaqələri gücləndirə bilərik. Necə də Ruslarla əlaqələri gücləndirəcəyik. Ruslarla buradan Taqqadan əlaqələri gücləndirək ki, Rusiya artıq bizim barışımızdan şübhələnməsin
Evet, Bolqarıstan, Rumıniya. Bolqarıstan üstünə ordu keçirir Yunanistanı. Bolqarıstan özü də Türkiyəyə hücum edir. Əslində Türkiyəyə hücum edib Türkiyədən torpaq parçası ala bilərik, lakin biz İləstörük. Bizim artıq full işimiz buradakı yerlilərimizi inandırmaqdır ki, biz sizin dostlarınızı, əsasən yerlilərimizi artıq buna inandırmağa çalışırıq. İran torpaqlarını da full şəkildə buna inandırırıq deyəsən. Bir istiqamətdən də yavaş-yavaş tak-tak deyəsən də inandırırıq da hətta. Bəli. Daha sonra bu istiqamətdəki orduları bir-bir silməyin vaxtıdır. İranla olası bir ikinci müharibə əgər olsa, İrana bu dəfə bərk hücuma çıxacaq. İranı hətta yer üzündən belə silməyi fikrimizə qoymuşuq artıq bu bölümlər bir dəfə daha müharibə olsa. Bir dəfə də müharibə olsa artıq biz ona qədər həm ekonomimizi inşallah 5-6K-ya qədər çıxada bilərik. Həm 5-6K-ya çıxarıq, həm də bu bölgüyü tamamən buraya qədər tamamən ala bilərik. İndi sonraki tur deyək biraz. Bulqaristan həqiqətən Bolqaristan çətin vəziyyətdir. Türklərə dəstək edə bilərik əslində. Bolqaristan müharibə edib Qara dənizdən Bolqar cəbhəsinə çatma edə bilərik əslində. Bu dəqiqə öz işlərimizlə də başımız qarışıqdır və ekonomimizi gücləndirək. Ekonomi xəritəsinə gəl, öz ölkəmizi seç, qapandan başlayaraq. Ən azından bir 5000'i, ekonomimiz bir 5000'i görsün məncə. Ekonomimizdə də 5000'i artıq mənə görməyi çoxdan hak etmişdi. Tez. Ekonomi artıq yavaş-yavaş bir istiqamətdən gelişir və gözlədiyim gəldi. Türkmənistan bizə müharibə elədi. Türkmənistan bizə müharibə eləsə də biz Türkmənistanın hər ki müharibəyə hazır olmadığımız üçün Türkmənistan diplomatiyasına gəlib sülh müqaviləsini və bu torpağın verilməməsi razılığında verəcək mi? Bu belə fəth olmaq. Yəni bizə vermək hərəkətindən sülh təklifi göndərəcək. Əlbəttə sülh təklifinin cavabı gələnə qədər bu da oturmayacaq və sülh təklifinin cavabı gələnə qədər də dərhal buradan ilk iş olaraq türklərlə əlaqəmizi taqqadan gücləndirək, Ruslarla əlaqəmizi gücləndirək və bunun ardından Amerika bayaq bizən əlaqə möhkəmləndirməyə çalışmışdı və Amerika Kanadanı tamamilə işğal edəcək. Həqiqətən müharibələrə şahid deyilik. Yox, hakaret yox. Amerika bayaq bizən əlaqələri gücləndirməyə çalışdı və biz də gücləndirməyə çalışacağıq. Çünki bu dəqiqə Amerika dünyanın ən güclü dövləti olsa belə biz də 34-cü sıraya qədər gəlmişik. Burada nüfusumuz 778 min göstərir. 101 mində ekonomimiz var. Bu ekonomiyi artıracaq hələ. Və dediyim kimi düşmən buraya hücum edəndə biz oturub baxmayacağıq. Buradan dərhal ordularımızı hazır vəziyyətə gətirək. Düşmən buraya maksimum gələcəyi ordu sayısını mən bilirəm də 2000 nəfərlə uzağa çıxartmayıb. Amma bu 2000 nəfərin qalanı harda olsa bu istiqamətlə tak keçəcəm. Ordular dərhal hazırlayaq. Türkmənistan əgər bu müharibə istəyirsə bu Türkmən cəbhəsi üstünə səfərə özümüz çıxacaq bizzat. Bakıdan qüvvələr hazırlanacaq. Bakıdakı böyük qüvvələr hazırlanmadan səfərə çıxacaq və sülh müqaviləsi imzalandı da geri addım attı və Türkiyə nə deyir? Türkiyə asker erişmişdi. Asker erişimi əlbəttə ki verəcək Türklərə qardaşlarımıza və ordular bir istiqamətə burada yığılsın məncə. Müharibəyə hələ ki hazır olmadığımız üçün sülhü rahat şəkildə qəbul elədilər. Onlar da deyəsən müharibə istəmirlərmiş. Burada dərhal buradakı gücümüzü təkrar göstərək hamıya. Bundan sonraki hədəfimiz olaraq buraxaradaq. Səudi Ərəbistan çıxartmayıb. İrana biz İran Türkiyə bu cəbhədə artıq Bolqaristan tamamilə öz torpaqlarına getdi. Yəni qələbə çaldı. Əgər fikrimiz odur ki, bir dəfə İrana girib biraz da vura gələ bilərikmi? İl 2026. Sülh müqaviləmiz varmı? Sülh müqaviləmiz 27-yə qədərdir. Başqa cəbhə olaraq bizim Kipr istiqamətində müharibə elan eləməmizdən əvvəl tur atlayan müharibənin gedişatına oturub fikir verəcəm. İran çünki imkan verməyəcək də bu da məncə ölkənin hamısını çökməyinə. İran deyəsən həqiqətən imkan verir. Biz yavaş-yavaş bu iki istiqamətdən az da olsa ordumuzu
buradan hazır vəziyyətə gətirək və bu istiqamətin düşman üstünə möhtəşəm bir hücum hazırlığını başladaq. Düşməni az da olsa bu istiqamətdə artıq məncə yıpratmaq vaxtı gəlib çatıb. Yəni düşmənin istiqamətini az da olsa bu istiqamətə çevirmək istəyirəm və İranın bir tur daha mı keçəcəm? Tak. Oo. İrana müharibə elan edə bilərəm və türklər İrana girdi, Səudi Ərəbistan da girdi. Bu torpaqdan mən məsələn üçün buraya gətirəm. Türkiyəyə gələk, Amerika bizdən ilişki gelişdirir, qəşəng. Türklərin üstə gələk və Türkiyəyə deyək ki, ay Türkiyə qardaşım, mənə az geri erişim ver, girim, mən bunları tak başını edirim. Bütün bir şey deyil. Türklər bunu rahat çəkir. Qəbul edib biz buradan İrana müharibə elan elədik belə. Ordumuz bacaran qədər bu istiqamətə çəkəcəyik. Bacaran qədər bu istiqamətə vuruşacağıq. Bizim ordumuz çatanda mən də Türklər buranı tamamilə artıq zəbt elədi və sülh müqaviləsinin nəticəsi nə olacaq? Çox maraqlanıram ki, sülh müqaviləsinin nəticəsində mən sülh müqaviləsinin tərəflərini qəbul etməliyəm. Ölkə tamamilə məncə çökdü. Yəni Türklər məncə bu torpaqları buraxacaq və İrana bu qədər torpaq buraxdılar. Çox səhv elədilər, amma heyf. İrana o qədər torpaq buraxmadan çox heyfdir. Səhv elədik və buradakı dərhal gücləndirək hər tam oradan ekonomiyə gələk və ekonomimizi gücləndirə bildiyimiz qədər Azərbaycan ekonomisinə yatırımlarımızla bir tərəfdən eləyək. Artıq yavaş-yavaş biz bu ekonomini 200 minə, hətta 300 minə qədər satmaq fikrimiz var. Tehranın da ekonomisidir, Şirvanın da bir tur atlayaq. Gəncənin də çiçək kimi buradan daha tutuna gələk. Demokratını da gücləndirək. 6K oldu məncə və Türklər kimlə müharibələrdə çox maraqlıdır. Türklər Almaniya və Almanlarla da müharibələrdə. Türklər nə qalır? Rəcəb Tayyip Erdoğan nə qalır bilinmir. Bizim hədəfimiz əlbəttə ki, Türkmenistandır. Türkmenistan səfəri üçün Bakıda orada hazırlanacaq. Lakin öncə qızımızın ən maksimal sadəcə 200 min K'ya çıxmasıdır. 200 min olsun və Monqollar da əlaqə gücləndirir. Monqollarla da əlaqə gücləndirir. Bizə bu dəqiqə qarşılıq verən heç bir dövləti geri çevirəsi bir vəziyyətdə də deyilik və yaxud da çevirmək istəmirik. Ruslar hələ ki bir ölkə müharibədə deyil və Ruslar müharibədə olmanın başlamaq. Hindistan-Çin müharibəsində Hindistan qələbə qazanmır və Çin əksinə yenidən irəliləyişə başlayıb. Başqa dünya üstündə ölkələrdən İtələr arası döyüşlə davam edir və Kanadayı zəbt edə bilir. Böyük bir hissəsini Amerika zəbt edə bilir. Bizim işimiz nə idi? Bizim işimiz əlbəttə ki Türkmenistan fəthi üçün hazırlıqlara başlamaq idi və burada Türkmenistan fəthi üçün ilk olaraq burada 6000, burada da incətin 3000 bu istiqamətdə də bacardığımız qədər ordu basım eləyək. Bir tur tıkıldadaq. Son bir turda 3K əskər basımı eləyək də səfər üçün artıq hazırıq. Bir tık da burada məncə mən basım orduyur. Çünki nağdı bilirəm ki ehtiyacı olacaq. Mənfi 87 ekonomidən heç nə olmaz. Türkmenistanla artıq müharibəyə hazırıq. Hazır olmazdan əvvəl də qoşunlarımızın bəzilərində Bakı istiqamətindən çağıraq. Artıq full hazırıq. Gələk artıq Türkmenistan üstünə gələk və Türkmenistan buradan mən sənə müharibə edəyəm deyirəm və Türkmen müharibəsində özüm başladım bir dəfə biz atdıq. Bu dəfə buradakı ordularımı o istiqamətə yox, buradan istiqamətdən ordularımı hazır vəziyyətdə 3 istiqamətə göndərirəm və large 2 istiqamətə
bir istiqamətə, iki istiqamətə ordularım girdi və əlavə əsl oldu paytaxtdan çıxmaqla gəlir məncə düşmən üstünə. Qüvvənin yarısını bu istiqamətə, yarısını bu istiqamətə göndərsək, bu ordunun da yarısını bu istiqamətə göndərsək, qalanlarını da digər ölkənin içlərinə doğru irəliləsək, Türkmənistan fəthi üçün yavaş-yavaş hazırlıqlarımız başlayırlar. Möhtəşəm bir fəth elədik və əsas ordu hələ geridədir. Bir istiqamətin əsas ordu da gəlir yavaş-yavaş. Ordular yığılsın buraya. Əsl ordu da qüvvətli bir şəkildə buraya gəlsin. Biz də hər iki istiqamətdən ordularımızla bərabər zəif Türkmənistan ölkəsi üstünə daha da hücumlarımızı artırırıq. Böyle nəticədə nə olacaq? Türkmen ordularını darmadağın edirik və Türkmen əsl ordu da gəldi, çatdı. Əsl ordunun indi hədəfi haradır biz? Burası bizim ümumi orduların hədəfi də əlbəttə ki, oraya yox. 1444 nəfərli ordu öndən geçsin. Bura çatanda bizim bunu çoxdan fəth edəcək və Türkmenistan fəthi uğurla başa çatdı. Türkmenistan fəthinin uğurla başa çatdırdıq və Türkmenistan da artıq Azərbaycanın bir hissəsidir artıq bundan sonra və buradan Türkiyədən keçiş izini alıb İranı da tamam, Əfqanistanı və yaxud da İranı tamamen hakimiyyət altına almaq istəyirəm və buradakı dərhal ordunu buradan dağıdaq. Ekonomimiz də 6K'da artıq bir yandan da arta gedirik. Buna da sildik mi? Sildik, çox qəşəng. Tur atlayaq yenə. Burada Türkiyənin izini tutardı. Türkmenistan torpaqlarından ala bildiyim hamısını mana ver. Məncə ikinci bir müharibəyə ehtiyac olmayacaq. Məncə elə fikirləşirik. Və həqiqətən də ikinci bir müharibəyə ehtiyac olmadan bütün Türkmen torpaqlarını tək bir hakimiyyət altında birləşdirdik. İran təslim oldu və burada yavaş-yavaş artıq assimilələr eləməyə başlamalıyıq. Assimilələri eləyək bir yandan da tez-tez. Assimilələrimizi də elədik. Deməli, bu bölüm içində Cənubi Qafqazı, İranın Cənubi Azərbaycan hissəsini və Türkmenistanı fəth altına aldıq. Bu bölüm artıq yavaş-yavaş burada sonlandıraq. Gələn bölümdə inşallah görüşərik. Kanalımıza abunə olub videomuza like atmağı unutmayın. Sağ olun sonra.